Təsəvvür edin, tam qaranlıq bir meşə, yarpaq belə tərpənmir. Amma bu sükutun içində bir cüt göz sizi, yəni dinləyicimizi diqqətlə izləyir. Aha, əsir qorxu filmi səhnəsi kimi. Düzdür. Və o, aslan kimi nərildəmir, pələng kimi belə aqressiv güc nümayiş etdirmir. O sadəcə, necə deyərlər, yox olur, kölgəyə qarışır. Çünki bu təbiətin ən mükəmməl nincasıdır. Bəli, bugün bəbirlərdən danışırıq. Tamamilə elədir. Bugün biz bu dərin təhlilimizdə Pişik Kimlər ailəsinin bəlkə də ən sirli, ən az bilinən üzvünün dünyasına səyahət edəcəyik. Yəni kölgələrin hakiminin, bəbirin dünyasına. Və qeyd edim ki, əlimizdəki məlumatlar həqiqətən də maraqlıdır. Yəni biz sadəcə heyvanlar aləmi haqqında ümumi danışmayacağıq. Elmi məqalələr, beynəlxalq ekoloji araşdırmalar, yerli monitorinq hesabatları, yəni mürəkkəb faktlar bizə göstərir ki, bəbir sadəcə estetik baxımdan gözəl bir pişik deyil. Aha. O, həm də mükəmməl bir təkamül maşınıdır, biomexanika şedevridir belə deyək. Elə məqsədimiz də budur. Biz bugün bəbirin anatomiyasını, o unikal ov strategiyasını və niyə bu qədər tənha olduğunu birlikdə anlamağa çalışacağıq. Hazırsınızsa, gəlin başlayaq. Mən tam hazıram. Düşünürəm ki, dinləyicilərimiz də hazırdır. Gəlin əvvəlcə bəbirin anatomiyasından başlayaq. Çünki təbiətdə yaxşı bir ninja olmaq üçün, yəni gizli qalmaq üçün düzgün avadanlığınız olmalıdır, elə deyil? Bəbirin avadanlığı da onun xəzi və əzələləridir. Bəli, xəzi doğrudan da onun ən böyük silahlarından biridir. Baxın, çox adam düşünür ki, bəbirin üzərindəki o qara naxışlar sadəcə ləkədir. Amma elmi mənbələrə baxanda görürük ki, elm adamları buna ləkə demir. Onlar buna rozet deyirlər. Və bu rozetlər tıpkı bir insanın barmaq izi kimi unikal və təkrar olunmazdır. Düzdür. Ləkə sözü əslində çox sadə səslənir. Burada füsunkar olan odur ki, bu rozetlər, yəni içi boş halqavari naxışlar əsl optik illüziya yaradır. İllüziya deyəndə kamuflajı nəzərdə tutursuz. Aha, məhz onu. Təsəvvür edin, meşədə və ya kolluqda. Günəş işığı yarpaqların arasından süzülüb yerə düşür. İşıq və kölgə oyunu yaranır. Düzdür? Bəbirin o rozetləri məhz həmin o işıq-kölgə oyununu təqlid edir. Yəni, o cür mühitdə bədən xəttləri görünmür. Tamamilə. Yırtıcı və ya ov ona baxanda sadəcə yarpaq kölgələri görür. Bütöv bir heyvan silueti yox. Bu, parçalayıcı kamuflajdır. Yeri gəlmişkən, kamuflaj demişkən bir şeyi mütləq aydınlaşdıraq. Mənbələrdə də tez-tez qeyd olunur, insanlar həmişə bəbirlə yakuarı səhv salırlar. Hə, ən çox yayılan səhvlərdən biridir o. Şəkilə baxıb, aha, bu bəbirdir deyirlər, amma əslində jakuardır. Bunu necə fərqləndirməliyik? Coğrafi fərq öz yerində, yəni bilirik ki, bəbirlər Afrika və Asiyadadır, yaguarlar isə Amerikada. Amma şəkildə fərqləndirməyin asan yolu elə o rozetlərə baxmaqdır. Yaguarların o halqavarı rozetlərinin içində kiçik qara xallar olur. Aha, deməli içi dolu olur. Bəli, mərkəzində nöqtə olur, amma bəbirlərin rozetlərinin içi tamamilə boşdur. Və əlbəttə, bəbirlər daha zərif, daha çevik bədən quruluşuna sahibdirlər. İndi zərif dediniz, amma mənim oxuduğum o fakt işte zərif səslənmirdi. Hansı faktı eləyirsiniz? O məşhur ağırlıq qaldırma məsələsi. Mənbələrdə deyilir ki, bəbirlərin boyun və çiyin əzələləri o qədər güclüdür ki, onlar özündən 3 dəfə ağır olan ovu dişləri ilə ağaca qaldıra bilirlər. Təsəvvür edin, bir insanın orta ölçülü bir avtomobili dişləri ilə binanın 2-ci mərtəbəsinə qaldırması kimidir bu. Hə, bu həqiqətən dəhşətli bir gücdür. Elmi hesabatlarda qeyd alınan bir rekord var. Təsəvvür edin, 900 kiloqrama qədər olan ovu sürüyə bildikləri qeyd olunub. Gözləyin 900. Bu ki, 4-5 dənə böyük adamın çəkisi qədərdir. Bəli, 900 kiloqram və onlar bunu cazibə qüvvəsinə qarşı edirlər, yəni şaquli olaraq ağaca dırmaşaraq. Dəhşətdir. Yaxşı, bəs niyə? Yəni, ovunu tutmusansa, yerdə otur yedə. Niyə özünü bu qədər əziyyətə salırsan? Cazibə qüvvəsi ilə niyə döyüşürsən? Çünki təbiətdə rəqabət amansızdır. Aslanları, pələngləri, xüsusilə də kaftar sürülərini düşünün. Kleptoparazitizm deyilən bir şey var. Yəni, sənin ovunu gəlib hazır əlindən alırlar. Bəbir də tək başına ov edən bir yırtıcıdır. O, 10 dənə kaftarın qarşısında dura bilməz. Deməli, məcburdur ki, yeməyini gizlətsin. Məsələdir. Ağaclar onların yerdən 5 metr hündürlükdə yerləşən, belə deyək, fərdi restoranlarıdır. Əgər ağaca qaldırmasa, yeməyini 100% itirəcək.
Bu aydındır. Ağaca qaldırmaq planın uğurlu sonudur. Bəs ov necə başlayır? Çünki ağaca qaldırmamışdan əvvəl sən o 900 kiloluq heyvanı tutmalısan axı. Mənbələrdə oxudum ki, bəbir ovu qaçış deyil, əsl səbir sənətidir. Bəli, onlar gepard kimi uzun məsafəyə qaçmırlar. Mənim diqqətimi çəkən o pəncə quruluşu oldu. Bəbir o boyda bədəni ilə pəncəsini yerə elə qoyur ki, altındakı quru budaq belə qırılıb səs çıxarmır. O, saatlarla tərpənmədən gözləyir və mənbədəki rəqəm məni şoka saldı. Ovuna orta hesabla 4,4 metrə qədər yaxınlaşır. 4 metr, bu vəhşi təbiətdə demək olar ki, üz-üzə gəlməkdir. Tamamilə. Və sonra saniyənin 1/4 qədər qısa müddətdə saatda 60 kilometr sürətlə hücum edir. Bu, necə deyərlər, şimşək sürətidir. Amma mən burada bir məqamı anlamaq istəyirəm. Buyurun. Bizdə Jacobs indeksinin tətbiq olunduğu o maraqlı tədqiqat var idi. Orada göstərilir ki, bəbirlər 111-dən çox fərqli növ heyvan ovlaya bilirlər. Çox geniş bir menü. Bəli, amma buna baxmayaraq, əksər nəhəng heyvanları ovlamaqdan imtina edirlər. Niyə? Potensial olaraq gücləri çatdığı halda bu qədər qidadan yan keçirlər. Baxın, böyük mənzərəyə baxsaq, burada təbiətin riyaziyyatı işə düşür. Bəbirlər 111-dən çox növ yesələr də, tədqiqatdakı heyrətamiz detal odur ki, onların ideal hədəfi 10 ilə 40 kiloqram aralığında olan canlılardır. 10-40 kiloqram. Bu çox kiçik deyilmi? Hətta optimal çəkini də dəqiq hesablayıblar. Düz 23 kiloqram. İmpala, ceyran, kol keçisi kimi heyvanlar. Fil, kərgədan, zebra kimi böyük heyvanlardan və ya böyük sürülərdən həmişə qaçırlar. Deməli, bəbirlər yırtıcılar aləminin qızıl orta axtaranlarıdır. Enerjini israf etməyəcək qədər böyük, amma zədələnmə riski yaratmayacaq qədər kiçik ov istəyirlər. 23 kiloqram ideal balansdır. Sizin dediyiniz o zədələnmə riski əsas məsələdir. Çünki bəbir tənha yaşayır. Əgər aslan zədələnsə, sürüsü ona yemək gətirə bilər. Amma bəbirin ayağında kiçik bir cızıq, sümükdə bir çat yaransa, bu acıdan ölmək deməkdir. Yəni kiçik bir səhv onun sonu ola bilər. Tamamilə. Buna görə də aslanlar kimi qürurlanmırlar, nərildəmirlər. Tamamilə səssiz gizli qalırlar. Həyatda qalmağın tək yolu görünməz olmaqdır. Çox maraqlıdır. Belə ehtiyatlı və mükəmməl uyğunlaşan ov strategiyası sayəsində bəbirlər dünyanın ən fərqli iqlimlərində yaşaya bilirlər. Afrikanın o qızmar qumlarından tutmuş, Sibirin donmuş meşələrinə qədər. Amma məsələ burada həqiqətən maraqlı olur. Aha, bilirəm hara gəlirsiz. Bəli, mənbələrimiz bizə göstərir ki, ən möhtəşəm bəbirlərdən biri düz bizim yanımızda Azərbaycanda yaşayır. Uzun illər nəsli kəsildiyi düşünülən Qafqaz bəbiri hazırda sıldırım qayalıqlarımızda, sıx meşələrimizdə öz krallığını bərpa edir. Bu, bizim təbiətimiz üçün əsl möcüzədir. Mən sizə Ekologiya və Təbii Sərvətlər Nazirliyi, həmçinin Dünya Vəhşi Təbiət Fondu və İdeya İctimai Birliyinin rəsmi monitorinq məlumatlarını deyim. Son illərdə qurulan fototələlər heyrətamiz nəticələr verib. Doğrudan nə qədər bəbir qeydə alınıb? Təsəvvür edin, Naxçıvanda Zəngəzur ərazisində 9 yetkin fərd və 9 bala qeydə alınıb. 9 bala? Bu çox böyük rəqəmdir. Bəli, Hirkan meşələrində isə 8 yetkin fərdin şəkli çəkilib. Hətta işğaldan azad olunan bölgələrimizdə, Qarabağda, Kəlbəcər dağlarında və vulkanik yaylalarda belə yenidən görünüblər. Yəni, köhnə yurdlarına qayıdıblar. Bu həqiqətən qürur vericidir. Üstəlik, mənbədə oxuduğum bir fakt var idi ki, məni çox təəccübləndirdi. Bütün Qafqaz regionunda bəbir balalarının dünyaya gəlməsi yalnız Azərbaycanda müşahidə olunub. Yəni, o balalar burada doğulur və büyüyərək qonşu ölkələrə, hətta Türkiyəyə qədər miqrasiya edirlər. Bəli. Azərbaycan onlar üçün əsas sığınacaq, nəsli davam etdirmək üçün əsas mərkəz rolunu oynayır. Ölkəmizin dağlarında dolaşan canlı əfsanələrdir, necə deyərlər. Amma burada məntiqi bir sual yaranır. Buyurun. Əgər bu heyvanlar bu qədər güclüdürsə, hər iqlimə uyğunlaşa bilirsə, kamuflyaj ustasıdırsa, niyə onların populyasiyası təhlükə altındadır? Niyə biz onları qorumaq üçün bu qədər fototələ qurmalıyıq, qlobal səylər göstərməliyik? Onsuz da güclüdülər də. Bu çox vacib bir sual doğurur və cavab bəbirlərin sosial strukturunda gizlidir. Daha doğrusu onların antisosial olmalarında. Antisosial? Bəli, aslanları xatırlayın.
Pride adlanan böyük ailələri olur. Bir yerdə ov edirlər, balalara bir yerdə baxırlar. Amma bəbirlər mütləq şəkildə tənhadılar. Bir erkək bəbirin ərazisi bəzən 40, hətta 50 min hektara çata bilər. 50 min hektar. Bu sadəcə bir bəbir üçündür. Sadəcə bir erkək bəbir üçün və o, başqa heç bir erkəyi o əraziyə buraxmır. Onlar yalnız qısa cütləşmə dövründə dişilərlə bir araya gəlirlər, sonra yenidən ayrılırlar. Yəni, ana bəbir hamiləliyi də, balaları böyütməyi də tək başına edir. Mənbələrdə oxudum, ana bəbirin vəhşi təbiətdə tək başına müharibə aparması kimi bir şeydir bu. Doğulan balalar kör olur, zəif olur, düzdür? Tamamilə. Ana ova gedəndə balalar tamamilə müdafiəsiz qalır. Bir kaftar ya da hətta başqa bir erkək bəbir balaları tapsa, onları öldürəcək. Bəs ana onları necə qoruyur? Daim yeni gizli yerlər tapır ki, qoxuları yayılmasın. Bu ailə cəmi bir il ya da bir il yarım bir yerdə qalır, sonra balalar da çıxıb gedir, öz yollarını tapırlar. Təsəvvür edin, hər an təhlükədəsən. Həmişə tək olmaq, həmişə hədəfdə olmaq deməkdir. Balaların təbiətdə sağ qalma şansı doğrudan da çox aşağıdır. Çox təəssüf ki, elədir. Və mən elə gəlir ki, bu tənha və möhtəşəm heyvanın bugün ən böyük düşməni nə aslanlardır, nə də amansız təbiət. Bu bizik, insan fəaliyyəti, brakonyerlik, onların yaşayış yerlərinin daralması. Biz yollar çəkirik, meşələri qırırıq, onların o 50 min hektarlıq ərazilərini parça-parça edirik. Bax, elə buna görə Kəlbəcərdən, Hirkandan gələn o xəbərlər çox böyük ümid verir. Təbiətə biraz şans verdikdə onlar geri qayıda bilirlər. Doğrudan da, bəbiri qorumaq əslində təbiətin vəhşi və azad ruhunu qorumaq deməkdir. Amma epizodumuzu bitirməmişdən əvvəl bilmək istərdim, bunun gələcəyi necə olacaq? Yaşayış yerləri daralmağa davam etsə, bəbirlərə nə olacaq? Bilirsiniz, sizi və dinləyicilərimizi yeni bir fikirlə baş-başa buraxmaq istəyirəm. Biz bugün bəbirlərin dağlardan Afrikanın savannalarına qədər necə möhtəşəm uyğunlaşdığından danışdıq. Lakin təbii yaşayış yerləri kiçildikcə, bəbirlər insan məskənlərinə daha da yaxınlaşırlar. Şəhərlərə yəni. Bəli. Düşünün, mükəmməl gizlənmə qabiliyyətinə malik olan meşənin bu ninjası, gələcəkdə meşələri tamamilə itirərsə, bizim beton cəngəlliklərimizin görünməz kölgəsinə çevrilə bilərmi? Yəni, şəhər yırtıcısı ola bilərlər. Əslində, Hindistanın bəzi böyük şəhər kənarlarında, Mumbai kimi yerlərdə bu artıq yavaş-yavaş baş verir. Bəbirlər gecələr küçələrdə gəzir və heç kimin ruhu belə incimir. Bu, təkamülün şəhər versiyasıdır. Ola bilməz. Təsəvvür edin, gecə işdən evə qayıdırsan və qaranlıq bir tinin arxasında səssizcə dayanan bir bəbir var, amma sən onu heç görmürsən. Bu, həm heyrətamiz, həm də biraz qorxuducu fikirdir. Elədir, təbiət həmişə bir yol tapır. Dəyərli dinləyicimiz, bugün bu dərin təhlilimizdə çox şey öyrəndik. Bəbirin sadəcə bir heyvan deyil, təbiətin ən gizli mexanizmi olduğunu gördük. İndi isə o kəşf anlarınızı düşünün. Bəs sizin fikrinizcə, təbiətin ən ağlı yırtıcısı hansıdır? Bu sual barədə düşünün və fikirlərinizi müzakirə edin. Unutmayın, elm və bilik paylaşıldıqca artır. Növbəti dərin təhlilimizdə yeni kəşflərdə görüşənədək. Sağ olun. Sağ olun, hələlik.